Buraxılışımız davam edir. Böyük qayıdış proqramı çərçivəsində Laçın rayonuna köçürülən sakinlərin məşğulluğu dövlətin diqqət mərkəzindədir. Rayonda özünə məşğulluq proqramı iştirakçılarına öz işlərini qurmaları üçün müxtəlif istiqamətlər üzrə aktivlər verilir. Daha ətraflı hazırda Laçında olan əməkdaşımız Rəhilə Rafiq qızı məlumat çatdıracaq. Rəhilə, buyurun, eşidək sizi. Bəli, hazırda Laçındayıq və elə burada da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Məşğulluq Agentliyi məhz işğaldan azad edilmiş ərazilərimizdə özünü məşğulluq proqramının icrasını davam etdirir. Elə Laçın rayonuna köçürülən sakinlərdən daha bir qrup şəxs agentlik tərəfindən özünü məşğulluq proqramı çərçivəsində onlara aktivlər təqdim edilir. Elə avadanlıqları siz gördünüz kadrlarda. Verilən həmin avadanlıqlar hesabına proqram iştirakçıları un məmulatları istehsalı, dərzi sexi, avtoçilingər, dönərxana və kişi bərbərxanası xidmətləri üzrə kiçik bizneslərini davam etdirə biləcəklər. Elə həmin avadanlıqları da sizə göstərək. Və elə bununla da Böyük Qayıdış proqramı çərçivəsində öz doğma yurdlarına köçürülən sakinlərdən özünə məşğulluq proqramı vasitəsilə kiçik təsərrüfatları yaradılan şəxslərin sayı artıq 221 nəfərə çatır. Elə necə deyərlər, azad edilmiş torpaqlarımıza işimizlə birgə qaydırıq, xeyirli olsun deyirik və sözü yenidən sizə ötürürük. Təşəkkür edirik ətraflı məlumat üçün. Qeyd edək ki, Laçından bizimlə birbaşa bağlantıda əməkdaşımız Rəhilə Rafiq qızı idi.